وَكَذَٰلِكَ نُوَلِّي بَعْضُ الظَّالِم۪ينَ بَعْضًا بِمَا كَانُوا يَكْسِبُونَ. Elleriyle kazandıkları günahlara göre bizler zalimlerin bir kısmın o birilerine başlar təyin edərik. Mervan İbn-i Hakem rahimahullah eşidir ki, cemaat ondan narazıdır. Əməvi hakimlərindən olur. Toplayır ağsaqqalları, ziyalıları bir yerə. Deyir ki, ey cemaat, məndən nə istəyirsiniz? Cemaat deyir ki, istəyirik ki, sən bizə Əbu Bakır kimi, Ömər kimi hakimlər olasan. Sən mi soruşur? Nə istəyirsiniz məndən? Tələbiniz nədir? Onlar da tələblərin deyirlər. Bizə Əbu Bakır və Ömər kimi hakimlər olasınız. Mervan İbn Hakem deyir ki, onda siz Əbu Bakırın və Ömərin dövründəki insanlar kimi olun, mən də sizə Əbu Bakır və Ömər kimi hakimlər olun. Nə deməkdir bu? Yəni, əgər insanlar özlərini düzəltsələr, Allah Teala onların üzərində olanları düzəldər.